suallar gəlir xəstə tərəfindən ki, həkim, məndə bir dənə böyrəkdir və mən bununla normal yaşaya bilərəm, yoxsa yox? Bu mövzu çox geniş bir mövzudur. Çünki tək böyrəyin olmağının səbəbi həkim tərəfindən araşdırılmalıdır. Xəstələr iki qrupa bölünür. Birinci qrup hansında bu, tutalım, ikinci böyrək hansısa səbəblərə görə ümumiyyətlə uşaqlıqdan yaranmayıbdır və lazım olan inkişaf dövrünü keçməyibdir. Və ikinci qrup xəstələr hansı ki, bunlarda iki böyrək olubdur və hansısa bir xəstəliyə görə bir böyrək götürülübdür. Əslində bunların praktiki olaraq müəyyən aralarında fərq var. Nəyə görə? Tutalım, birinci qrup xəstələri götürəndə, hansı ki, belə deyək də, uşaqlıqdan, körpəlikdən bunlarda bu böyrək ya büzüşüb, ya lazım olan inkişaf yolunu keçməyibdir. Burada bəzi durumlar var, ageneziya, gipoplaziya deyilən bir durumlar var. Yəni ki, böyrək inkişaf olunmayıbdır və hansısa cüzi miqdarda, cüzi ölçüdə bədəndə var, amma öz funksiyasını yerinə yetirmir. Bu xəstələrdə bir vacib şey var ki, demək olar ki, bunların bədənləri ömrü boyu tək böyrəklə yaşamağa öyrənibdir və bütün sistemlər elə bir funksiya yerinə yetirir ki, yəni bədəndə bir dənə böyrəkdir və bu böyrək bütün funksiyanı özünə götürübdür. Uzun müddət ərzində bu işi yerinə yetirir. İkinci qrup xəstələri götürəndə, hansında ki, iki böyrək olubdur və hansısa xərçəng xəstəliyinə görə, CD daş xəstəliyinə görə və müəyyən xəstəliklərə görə böyrək götürülübdür. Bunlarda durum tamamilə başqadır. Çox vaxtı sağlam adamda hər iki böyrək işləyir. Amma bir böyrəyə hansısa zədə olanda, əlbəttə ki, o birisi böyrək bu funksiyasını özünə götürür. Bəzi adamlarda bir böyrək biraz artıq işləyir, nəinki tutalım ikinci böyrək. Və əgər bu xəstənin hər iki böyrəyi normal işləyirdisə, əməliyyatdan qabaq, çox güman ki, bir böyrək götürüləndən sonra o bir böyrək bütün funksiyanı özünə götürəcək və belə deyim, çox da problem olmayacaq. Amma əgər tutalım xəstədə iki dənə böyrək varsa, biri, yəni loru dilində desəm, birisi zəifdir, ölçüləri balacadır, o birisi normaldır və normal böyrəkdə hansısa bir proses baş veribdir və o böyrəyi götürüblər, əlbəttə bu xəstələrdə problem olacaq. Çünki o ölçüləri çox da böyük olmayan böyrək, belə deyim də, yəni özünə tam o funksiyanı götürməyə ya müəyyən vaxt lazım olacaq, ya da tam axıra qədər götürə bilməyəcək o böyrək. Bunu xəstələr necə bilə bilər? Ən sadə variantı kreatinin analizi verməkdir. Sizdə tək böyrəkdirsə və kreatinin analizi normaldırsa, bu o deməkdir ki, həmin o tək böyrək bütün funksiyanı yerinə yetirir. Amma əgər kreatinin normadan artıqdırsa, demək olar ki, bu böyrək yəni biraz çatdırmır ola bilsin. Kreatininin səviyyəsindən bağlıdır da bu mövzu. Ümumi belə götürsək, əlbəttə ki, tək böyrəklə yaşamaq mümkündür. Düzdür, bu məsələnin xüsusiyyətləri var. Xəstəliklə bağlı, hansı xəstəliyə görə böyrək götürülübdür və hətta ümumiyyətlə bəlkə olmayıbdır. Amma ümumi belə götürsək, xəstələr tək böyrəklə yaşayır və bir çoxları yəni normal həyat yaşayır. Amma tək böyrəklə yaşayan xəstəliklər bunu da bilməlidir ki, yəni böyrək təkdir və əgər o böyrəkdə hər hansısa yüngül bir problem baş verərsə, iltihab oldu, daş xəstəliyi oldu, nədirsə, bunun təsiri bədən üçün çox ciddi olacaq və bunlar mütləq özlərini qorumalıdırlar.